Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov Daxili İşlər orqanlarının şəxsi heyətini polis günü münasibəti ilə təbrik edib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Təbrikdə deyilir: Azərbaycan polisinin yaranmasının 108-ci il dönümü münasibəti ilə sizi təbrik edir, ən xoş diləklərimi çatdırıram. Ötən müddətdə şərəfli bir inkişaf yolu keçmiş və ümumilli lider Heydər Əliyevin rəhbərliyi dövründə milli maraqların qorunmasında, qanunçuluğun möhkəmləndirilməsində, asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm xidmətlər göstərmiş polis dövlətin etibarlı ayaqlarından biri olaraq formalaşmışdı. 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətin bütün istiqamətləri üzrə davamlı sürətdə yenilənmiş, təkmilləşmiş, özünün müasir təhlükəsizlik çağırışlarına adekvat cavab verməyə qadir, peşəkar insan resurslarına, qabaqcıl texnologiyalara və güclü maddi-texniki bazaya malik hüquq mühafizə institutu kimi təsdiqləmişdi. Cinayətkarlığa, onun transmilli mütəşəkkil formalarına, kiber təhdidlərə, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə və digər təhlükəli əməllərə qarşı mübarizədə üzərinə düşən vəzifələri bugün də məsuliyyətlə yerinə yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasına, qanunçuluğun möhkəmləndirilməsinə, bərpa və quruculuq proseslərinə layiqli töhfələr verir. Əminəm ki, andına həmişə sadiq qalan əməkdaşlarımız bundan sonra da peşəkarlıq, prinsipiallıq və yüksək məsuliyyət nümayiş etdirərək sabitliyin və ictimai təhlükəsizliyin təminatçısı kimi dövlətin və xalqın yüksək etimadına doğrulacaqlar. Peşə bayramı münasibəti ilə bütün şəxsiyyətə, veteranlarımıza, xidməti vəzifələrini yerinə yetirərkən sağlamlığını itirmiş əməkdaşlarımıza və şəhidlərimizin ailə üzvlərinə möhkəm cansağlığı, xidmətdə yeni nailiyyətlər və uğurlar arzulayıram.